İngiltərədə Parkinson xəstəsi 65 yaşlı qadın beyin əməliyyatı zamanı klarnet çalaraq həkimlərə müalicənin real vaxtda təsirini müşahidə etməyə imkan yaradıb. Londondakı King's College xəstəxanasında aparılan əməliyyat zamanı Dennis Bacon ümumi narkozsuz 4 saatlıq müdaxilə ərzində oyaq vəziyyətdə qalıb. Onun beyninə yerləşdirilən elektrodlar vasitəsilə dərin beyin stimulyasiyası DBS adlı müalicə üsulu tətbiq edilib. Bu metod elektrik siqnalları ilə əzələ hərəkətlərini idarə edən beyin fəaliyyətini tənzimləyir. Əməliyyatı həyata keçirən neyrocərrah Professor Keymars Aşqan bildirib ki, elektrodlar sol beyinə yerləşdirildikdə xəstənin sağ əlindəki hərəkətlər dərhal bərpa olunub. Parkinson xəstəliyi səbəbilə 5 il əvvəl musiqi fəaliyyətini dayandırmalı olan Bacon, əməliyyatdan sonra sevincini belə ifadə edib. Klarnet çalmaq yenidən mümkün oldu. Bu məni inanılmaz xoşbəxt etdi. Onun beyninə qoşulmuş 20 ilədək dəyişmədən işləyə bilən bataryalı cihaz, beyin fəaliyyətini izləyərək elektrik siqnallarını avtomatik tənzimləyir. Bacon artıq yenidən gəzə, üzə və rəqs edə bildiyini deyib.